Qarabağımızın adətən xanəndələr Qarabağdan çıxır. O soran torpaqdan da bir gözəl oğlan burada var. Biz xahiş eləmişik ki, sonunda bir mahnı oxuyacaqdır. Çox razıyım, çox sağ olun. Həmişəniz olun, Hazret. Allah köməyiniz olsun. Allah sizə yar olsun. Buyurun. Gerçim mehabbet alemin çok sefası var. Her kare sürfem öyle gelir. Bin belası var ayda da canım. Her aşnaya söylemek olmaz vefatı ya. Çerken dahana belki brehli vefat var. Koyma beden koyma dede diyar mehabbet ben oradayım. Her dert olursa yolsun ahri bir gün devası var yanacak. Sabrıyla gün keçsə, gələcəkli eşq ola. Hər dəyər dolursa olsun. Ahri bir gündə basılar ayman. Ay bir dahşər dilbərə çoxdandır qurmuşam. Nə rəhmi var, nə dostluğu var, acəm. Göstər ay gülsünü bülbül şeyda.
Çox sağ olun qardaş. Təbrik edirəm. Biraz qısa oxudum. Məni bağışlayın. Çox sağ olun. Bir gözəl... Çok sağ ol. Yanımda dur, yanımda dur. Gel bura. Ben Allah'a hamdolsun birinci defa çıkış ediyende çok utanırdım, çekinirdim. Ama bu məqamda, bu anda gel yanımda dur. Adamla işin yoktur. Senin sesin içimden karışık. Burada çoklarını çok uzaklara apardı. Senin adın ne oldu? Şervan. Ben eşitmiştim, ona göre deyirəm. Şervan onluq deməkdir, yəni onluq qızıl. Onluq qızıl da bugün çok pahalıdır, hiç narahat olmayın. Bu kişi de çok pahalı bir kişidir. Bugün bunun səsi bizi çok uzaklara apardı, içimən qarışıq. Yəni burada mənim yaşıdım və məndən böyük olanları uzaklara apardı. Bu səs çok uzaklardan gezen bizim ruhumuzun səsidir. Böyük Qarabağ Muğam Məktəbinin səsidir və mənim çox yaxın dostum olan və heyf ki dəyərini almayan, heyf yenə deyirəm, bayaq orada yoldaşları, dostlara dedim, Ramiz Hacıyevin, Süleyman Abdullayevin məktəbinin səsidir bu səs. Sağ ol, çox sağ ol. Var ol. Mən həqiqətən yenə, hətta orada dostumun birine dedim ki, git deyinən anam yadıma düşdüğünü də oxu. Oxu yoxsun ki, ilıq küləklər əsdi, yaz gəlməyə tələsdi, mənim ürəyim əsdi, anam yadıma düşdü. Çünki bu mahnının dalı onunla qutarmalıydı, indi qardaşım oxuyar oxumaz özü bilər. Amma bugün, bu axşam niyə unudulmazdı? Bugün, bu axşam burada çox gözəl müğənnilər oxudular. Mənim qardaşım,
mənim məktəbimin belə deyək ki, ruhumun yetirməsi olan Xalid, mənim gənclik illərindən üzü bu yana, yəni yeniyetməlik illərimdən belə deyək, kumirim olan, sevdiyim Ruhengiz Musəvinin səsini duydunuz. Vallahi bugün biri lüt olur meydana çıxır, biri nə olur, nə keçir, amma Ruhengiz əslində toyxana müğənnisi deyil, Xalid də elədi. Bunlar böyük məclislər, ekranlar, efirlər zəbt edə bilən səsin, mədəniyyətin, mənəviyyatın yiyəsi olan adamlardır. Amma lənət olsun bu kapitalizmə ki, onları kisiltməyi, balacalatmağı bacardı. Amma mən gənc idim, orta məktəbdəydim, ali məktəbdəydim. Ruhengiz Musəvinin səsinin heyranı idim. Valla bugün yenə də o mənim üçün kumir olarak qalır. Qoy kimin üçünsə röya, royal, nə bilim, nə zibillər olsun. Amma mənim üçün o qalır. O özü sınıf, neyniyib, onun dəxli yoxdur. Amma onun içində yaşadan Flora Kərimovaları, Oktay Ağayevlər içində yaşadan adamlar var, Ramiz Hacıyevlər içində yaşadan adamlar var. Böyük sənət arxada qalır, qabaqda cılız, ucuz, düşük, bazar sənəti gəlir. Milyonları, yüz minləri ekranın qabağında mənəvi, necə deyim, o terrora üzbəüz qoyur. Məhv olur, gedir hər şey. Amma bununla bərabər arxada böyük bir sənət var. Mən o sənəti yaşadanları və bugün Çervon bu anda o sənəti nümayiş elətdirdi. Yəni o nostalji, yəni niskili bir an bizə yaşatdı. Mən ona görə özümü saxlaya bilmədim. Mən sıradan bir adam deyiləm, çox-çox üzr istəyirəm. Sənəti, incəsənət tarixini mümkün qədər bilən, azmazdan bilən və konservatoriyada, İncəsənət Universitetində onu tədris edən bir professoram. Mən Azərbaycan xalqının böyük mədəniyyətinin, möhtəşəm muğam, musiqi, aşıq sənətinin, xanəndə sənətinin heyranıyam, ona baş əyirəm. Bugün bu sənətin, bu mədəniyyətin ölməkdə olduğunu görürəm və üzülürəm. Mən düşünürəm ki, gün gələr, bəlkə də mən və sizlər bu sənətin vurğunları ölüb gedərik. Bu müsibətli, bu miskin hallar ki, üzbəyiz qalırıq, bu da ölüb gedər. Və yerinə yenə də bugün qardaşımızın burada təcəssüm elətdirdiyi, hamının heyranlıqla yaşadığı və içərisində, mənəviyyatında yaşatdığı bu böyük sənəti görürlər. Mən özümü saxlayan bilmədim. Gerçəkdən deyirəm, tam səmimiyyətimlə deyirəm. Hətta uşaq səmimiyyətimlə deyirəm ki, ayağa durdum, gəldim, Ramiz Hacıyevin səsinin, Süleyman Abdullayevin səsinin, yəni bütövlükdə Azərbaycan musiqi mədəniyyətinin saf, büllur, bulaq kimi duru səsinin yanına gəlib bu qardaşı öpməyi özümə boş bildim. Və yenə dönüb deyirəm, burada mənim qardaşım əyləşibdir Xalid, o cümlədən